Abşeron rayonunda 2003-cü il təvəllüdlü Nihat şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Ecey bacısı Əsmərə xəsarət yetirib. Hadisə 20 sentyabr 2025-ci ildə Abşeron rayonu Mehdabad qəsəbəsi Savalan küçəsində baş verib. Nihat həmin gün gecə saat 1 radələrində fərdi yaşayış evində onunla və digər ailə üzvləri ilə birlikdə yaşayan Ecey bacısı Əsmər əri İlqar ilə nikahı pozaraq tək yaşamaq istəməsi fikrini olduğunu öyrənib. Bu zaman onunla birlikdə yaxınlarına buna etiraz etməsini qəbul etməyiblər. Bu zaman Əsmər xəlvətcə evin həyətinə çıxaraq evi tərk etmək istədiyini görüb. Bunun qarşısını almaq üçün həmin ünvandakı evin daş hasarla əhatə olunmuş həyətyanı sahəsində Əsmər ilə ailə münasibətləri zəminində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə edib, əvvəlcə qəsdən əlləri ilə onun qollarından tutaraq sıxıb, həmin vaxt o bacısını dartmaqla evin içərisinə qaytarmağa nail olub. Ardınca həmin ünvandakı evin içərisində davam edən həmin mübahisə əsnasında evi təkidlə tərk etmək istəyən Əsmərin qarşısını kəsib. Bu zaman Nihat əsəbləşərək üzərinə hücum edən və əl yumruq zərbələri ilə onun sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə, təpik zərbələri ilə isə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub, Ecey bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən zərər çəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin sentyabrın 4-də Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahədə baş verib. Naxçıvan sakini 1979-cu il təvəllüdlü Rahim həmin gün gecə saat 23:30-da yaşadıkları evin qonaq otağında həyat yoldaşı Nərminin ona kobud cavab qaytarması səbəbindən onunla mübahisə edib. Ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla qadının üz, baş və qol nahiyələrindən bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu işə Sabunçu rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirlənən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən zərər çəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Zaqatala rayonunda 35 yaşlı kişi arvadını öldürmək ilə hədələyib. Rayon sakini 1990-cı il təvəllüdlü Yunis bu ilin iyulun 16-sından 18-nədək olan müddət ərzində müxtəlif vaxtlarda arvadı Səbinəyə WhatsApp proqramı tətbiqi ilə onu öldürəcəyi ilə bağlı səsli və mətnli mesajları göndərib. Bundan başqa Yunis iyulun 18-də saat 20 radələrində Balakən rayonunun kəndi ərazisində yerləşən anasının yaşadığı fərdi yaşayış evinin yan tərəfində qısqanclıq zəminində arvadı Səbinəyə mətbəx bıçağı ilə 2 dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Yunisin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma və 134 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Balakən rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Buna görə də zərər çəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə
xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.